Salam əziz izləyicilər, salam əziz dostlar. Bugünkü söhbətimizdə Talış xalqının ağsaqqalı və Talış Milli Hərəkatının fəal üzvü, Talış xalqının Müdafiə Komitəsinin, Hüquqların Müdafiə Komitəsinin sədri Zahirəddin İbrahimi və TAT Milli Hərəkatının fəal üzvü, hazırda Almanya Respublikasında mühacir həyatını sürən Nicat İmrandır. Salam olsun sizlərə. Söhbətimiz bugün aydın məsələdir ki, bizim regionda gedən, əlxüsusda bizim anadan olduğumuz yerdən, yəni vətənimizdən, ana vətənimizdən gedir. Yəni orada bu saat müharibələr gedir və müharibələrin bu cür gedişatında çoxlu itkilərimiz var. Söhbətimiz inşallah əsnasında bütün biz məsələlərə toxunmaq fikrindəyik, amma birinci məsələ ondadır ki, bu gedişatla mən elə başa düşürəm ki, çoxlu tələfat da olacaq. Çünki bir tərəfdən Azərbaycan tərəfi elan edir ki, Şuşa şəhəri artıq onların əlindədir. İkinci tərəfdən isə Ermənistan tərəfi elan edir ki, bu yalandır. Demək, təksib edirlər. İndi biz dəqiq, yəni bunun son nəticəsi necə ola bilər, necə olacaq, onsuz da biz bunu bilərik, biraz gec tezi var. Yenə deyirəm, mənim üçün ən önəmli, ən dəhşətli və ən məni hiddətə gətirən məsələ odur ki, bu döyüşlərdə, bu müharibədə, bu cəngdə Talış xalqının genofondu qırılır və mənim özümün siyahıya aldığım, yəni internet səhifələrində şəkilli surətdə siyahıya aldığım 451 nəfər, yəni 500-ə yaxın hələ insanların adı, familiyası var. Zahirəddin müəllim, əlbəttə ki, biz istərdim ki, Nicat İmran qardaşımız danışsın, amma bir ağsaqqal kimi xahiş edirəm. Sizə mən müraciət edirəm. Bizləri nə gözləyir və bu işlərin bu cür getməsi bizim regionda hansı fəlakətlərə və yaxud hansı nəticələrə gətirib çıxarda bilər? Buyurun. Mən qısa danışacağım ki, hətta Azərbaycanın qələbəsi təqdirində çox məşəqqətli günlər. Azərbaycanda bərqərar oldu. Çünki Azərbaycan onun müttəfiqi olan Türkiyə dövlətindən bir yerdədir və Türkiyə elan edir ki, onun məqsədi çıxadır. Yəni, bu davam edir. Burada böyük bir proyekt var. Qarabağ konflikti həmin proyekti yerinə yetirir. Bir vasıt, bir qırılıq. Bunlar da olur. Bunlar da Ermənistanın özüylə konfliktin davam etdirilməsi, konfliktin İran ərazisinə keçirilməsi və Rusiyanın da şəhət etməyə cəhd olunması ilə müşahidə olunur. Azərbaycanda bir bərqərar olunur. Üzüm müddət. Həmin sualı təkrarən yenə sizə veririk. Nicat qardaş, sizin fikriniz nədir? Sizin təşəkkür edirəm. Təbii ki, bu gedən proseslərin içərisində keçən yəni tək bir bölgü yox, təkcə Azərbaycan savaşçı vaxtı olan, ikisi arasında gedən bir cəmli deyil və regionda olan dövlətlər və digərlərinin maraqları məsələsi də var. Bizdə də burada Böyük Britaniyanın özünün maraqları var ki, Türkiyənin vasitəsilə maraqları həyat etməyə çalışır
Ona görə təbii ki, vəziyyət qəlizdir. Məlum məsələdir ki, indi hər iki tərəf elan edir, Şuşa şəhəri ilə bağlı müəyyən fikirlər səsləndirir. Bənzəri hadisələrin biz bir sıra kəndlərdə və ya hansısa məntəqələrlə bağlı bundan əvvəlki belə deyil, döyüşləri də bunu görmüşük artıq. Hər halda, yəni ki, bu, əgər Şuşa şəhəri həqiqətən alınırsa və ya ki, bunun alınması uğrunda döyüşlər gedirsə, ola bilsin ki, hal-hazırda nəzarət bərqərar olur, amma ola bilsin ki, yəni bir neçə saatdan sonra vəziyyətlərdən dəyişsin, ola bilsin ki, bir neçə gündən sonra dəyişsin. Ona görə də belə deyək ki, hələ tələsmək lazım deyil. Mən anlayıram, yəni Azərbaycan tərəfli sevincini də bu məsələdə, ancaq deyirəm, yəni tələsməyə ehtiyac edir. Hər an həmçinin olmaq lazım. İstənəz halda əgər hər hansısa bir ilərləşmə var, bir yenilik bağlı, bu çox sərsə də biləcəyiniz hər iki tərəfə aiddir. Yəni, bu geçdəz, yəni həqiqət ortalara çıxasın. Elə başa düşdüm ki, sözünüzü başa vurdunuz, fikrinizi tamamladınız. Demək, Zahirəddin müəllim, məsələ bunda gedir ki, bəzi adamlar, hətta bizim talışlar da var bunların içində, deyək də belə Lənkəranda oturanlar, ümumiyyətlə, fikirləşirlər ki, əgər bu Qarabağda gedən müharibə Azərbaycan tərəfinin uğuru ilə başa çatsa və Talış məsələsi və əlaqədə Rusiyada vüsət götürən Talış hərəkatı darmadağın olacaq və bütün bu məsələlər həll olunacaq Azərbaycanın xeyrinə. Elə bil ki, biz burada kiminlənsə mübarizə aparırıq. Və bütün bunların demək, müqabilində biz onlara da bildirmək istəyirik və bütün dünyaya da car çəkirik ki, ən əvvəl Qarabağda müharibənin necə nəticələnməsi Talış hərəkatı ilə sən deyən elə bir böyük əlaqəsi yoxdur. Talış hərəkatı ilə müharibənin bu cür əlaqəsi məhz ondan irəli gəlir ki, bizim millətin genofondu, bizim ən qeyrətli uşaqlarımız, ən qüvvətli uşaqlarımız, ən əlinə silah tutan, hərəkət edən uşaqlarımız qırılır, məhv olur və onların ailələri, uşaqları, arvadları başsız qalır. Bizi narahat edən məsələ odur. Biz Rusiyada oturmuşuq və bizim demək, Talış milli hərəkatının Ermənistanla nə bağlılığı var? Biz Rusiya talışlarıyıq və bizim Ermənistanı bizə müttəfiq sayanlar bilsinlər ki, biz hamı ilə müttəfiqik, yəni bizi istəyənlərlə müttəfiqik. Amma bizim elə müttəfiqlərimiz var ki, onlar dünyanın süper güc dövlətləridir və dünyanın ən ciddi dövlətləridir. Bu belədir. Və bütünlüklə, əgər biri fikirləşir ki, Azərbaycan tərəfi uğur qazanarsa, bəli, əgər qazandı, bunu biz nəticələrini bilmirik, bunun denəcərin axırına çıxarıb görərik. Ermənilərə bunlar status verməz. İlham Əliyev özü deyirdi, beynəlxalq aləm özü tələb edir ki, erməninin orada statusu, yəni əmniyyəti olmalıdır. Əgər bu olarsa, çox yaxşı. Onda orada vuruşan, minlərlə şəhid verən, ölən bu yolda və 1 milyondan yuxarı sayı olan talışlara hansı status veriləcək? Demək, bu bir növ bizə də şans verir ki, yəni bizə də gələcəyi verir ki, yəni bizim də bir statusumuz olacaq. Bu bir. İkincisi, əgər erməni tərəfi uğur qazansa, yenə də biz deyən olur. Yəni biz bunu demişdik ki, qardaş, bunu müharibə yolu ilə həll eləmək qeyri-mümkündür, oturub söhbət eləyək. Hərçənd ki, ola bilsin ki, müharibə yolu ilə də bəzi şeylər həll olunur. Amma bütün bunlarla yanaşı, bütün bunlarla bir yerdə
axır ümumi bir konsensusa gəlirlər və bu məsələni axırda həll edirlər. Bütün şeylər kağızla, sözlə qutarır. Yəni bu cür fikirlər var, bu cür insanlarda baxışlar var bizim talış hərəkatına. Yəni bizim talış hərəkatı mən insanlara demək istəyirəm ki, çox da sevinməsinlər, çox da kədərlənməsinlər. Talış hərəkatını regionda Ermənistanın marağında olan hərəkat deyil. Talış hərəkatı regionda ümumiyyətlə regionun əsas faktorlarından biri olan faktordur talışlar və talış hərəkatı da bütün dünyanın marağındadır. Və mən istərdim ki, bu barədə öz fikirlərini Zahireddin müəllim də dedi. Ona görə bugünkü söhbətimiz sual-cavab deyil, sadəcə olaraq debat olduğunda mən biraz söhbətimin də uzunçuluq eləməyə demək vadar oluram. Buyurun. O yarlı məsələsi. Məni bağışlayın, öz səsimi burada eşidirəm. Biz nereye geçip? Ben öz səsimi eşidirəm, çaşırım. Bəlkə Nicat qardaş mikrofonu söndürsün, exo getməsin. Buyurun. Bu yarlıq asmaq məsələsi ki var, bu Azərbaycan ictimaiyyətinin Azərbaycan ictimaiyyətinə qəbul edilmiş bir normadır. Özdə bunu Azərbaycan iqtidarı eləyib, bu modu qoyur və Azərbaycan müxalifəti də bundan çox istifadə edir. Özdə məhz erməni ilə bağlayırlar. Siz deyirsiniz ki, talış hərəkatını ermənilərlə bağlayırlar. Bu onların adətidir. Məsəl üçün, bunlar talış hərəkatını bağlamırlar ki, ermənilərlə. Onlar hətta Prezident İlham Əliyevi də, mən müxalifəti nəzərdə tuturam, İlham Əliyevi də erməniyə bağlayırdılar, deyirdi o ermənidir. Heydər Əliyevi anasını erməni deyiblər, deyib o ermənidir. Mehriban Əliyevin nənəsini erməni deyiblər, deyir o ermənidir. Kimin xoşu, yəni kimdən xoşları gəlmir, deyir o ermənidir. Rövnəq Abdullayev deyir ermənidir. Sonra icra hakimləri haqqında negativ bir xəbər gələn kimi deyirlər o filankəs ermənidir. Bunlar hamısı əgər ermənidirlərsə, indi talış hərəkatı erməni ilə bağlıdırsa, onda ermənilər çox şücaətmandır xalqlara. Baxmayaraq ki, sayları azdır, Azərbaycanda bütün hakimiyyətdə ermənilər olur. Belə çıxır da, yəni o müxalif qüvvələr ki var, elə bizə də müxalifdirlər ki, ermənilərlə bağlıdır. Demək, ermənilər çox qəhrəman xalqdır. Azərbaycanda iqtidarı tamam alıblar əllərinə, prezident erməni, vitse-prezident erməni, icra hakimiyyətin strukturlarında hamısı ermənilər oturub və s. Belə çıxır da. Ona görə mənə belə gəlir ki, buna əhmiyyət vermək lazım deyil. Bunlar, yəni, bir aşığın söhbəti qutaranda dalay-dalay oxuyar. Bunlar da dalay-dalay oxuyurlar. Çünki başqa bunların bizi tənqid eləməyə argumentləri yoxdur. Çünki həqiqətən də Azərbaycanda talış xalqı milli zülm altındadır. Milli zülm necə olur ki? Bu cür olur da. Sənin dilini qadağan edirlər, sənin adını qadağan edirlər. Sənin yaşadığın ərazidə etnik təmizləmə aparırlar. Yəni etnik mənzərəni dəyişirlər. Sənin yerli xalqını, talış xalqını heç bir vəzifəyə buraxmırlar. İş vermirlər, biznes qurmağa imkan vermirlər. Cəmaət də baş götürüb çıxıb gedir. 300 mindən çox adam bu dəqiqə Rusiyadadır, talış. Onların yerinə başqa adamları, yəni türk mənşəli adamları, əsasən o qaçqınları gətirib Lənkəranda və digər yerlərdə yerləşdirirlər. Kadrlar, məsələn, pedaqoji institutu qutaran talışları göndərirlər başqa təyinatla, başqa rayonlara və hazırda talışların məktəblərinə Azərbaycan türklərindən ibarət müəllimləri gətirib qoyur. Biraz keçəndən sonra, 1-2 il keçəndən sonra onları bələdiyyə sədri təyin edirlər. İcra hakimiyyətinin nümayəndəsi həmin kəndə təyin edirlər. Bu nə demək? Bu elə milli zülmdür də. Yəni, biz mövzudan kənara çıxmayaq. Qaldı ikinci məsələ, müharibədən sonra talışlara status vermək məsələsi. Hər hansı bir halda. Deyək ki, məsəl üçün Azərbaycan qalib gəldi, ermənilərə güya status verəcək, verməyəcək.
Boş söhbət. Erməni təmizlənəcək Qarabağdan. Əgər Azərbaycan qalib gəlsə, orada erməni qalmayacaq. Çünki Azərbaycan öz siyasəti ilə sübut edib ki, erməni Azərbaycanda yaşaya bilməz. Bu 30 illik siyasətdə həmişə ermənilərin əleyhinə çox böyük təbliğat gedib. Ermənilər bütün Azərbaycan və Türk dünyasının düşməni elan olunub. Məsəl üçün, başqa dövlətlərin vətəndaşları erməni familyalı vətəndaş Bakıya buraxmır. Dəfələrlə olub, indi də bəlkə də elədir. Bu nə deməkdir ki, erməni indi Azərbaycanın tərkibində qalan erməniyə status verəcəklər. Nə status var? Heç nə verməyəcək. İlham Əliyev özü dedi, siyasi şərait dəyişilir. Yəni, bu müharibə siyasi şəraiti dəyişdirir. Artıq ermənilərə heç bir statusdan söhbət gedə bilmir. Hə də mədəni muxtariyyət, yox, mədəni, onların mədəni tələbini yerinə əvvəlki statusdan vermək söhbət. Öyle üstad, qaldı ki, talışlara status, ya ermənilərə status versələr, gələk talışlara versələr, hətta ermənilərə mifik deyək də, belə olmayan bir status verilsə belə, hipotetik deyirlər ona, talışa verilməyəcək, heç vaxt. O bəzi talışlar var, vətənşüvən talışlar, sonra hökumətpərəst talışlar, talışları yəni saksizləşdirici üçün talışlar gelirlər, qəhrəmanlıq edirlər, canlar fərqa edirlər vətən yolunda. Yəni, bunun müqabilində güya talışlara bir şey, heç nə vermir. Arxain, əgər hökumət talışa bir şey verən olsaydı, 30 ildə verəcək. Onun adını hətta qadağan edib. SSR-nin son illərində talışların mübarizəsi sayəsində qazandığı bəzi nailiyyətləri də ləğv elədilər. Məsəl üçün, Talış dilində radio açılmışdı həftədə 2 dəfə, 15 dəqiqə. Az da olsa var idi. Ləğv elədilər, elə deyil. Talış dilində 4-cü sinifə qədər həftədə 2 saat dərs keçirilirdi. Hətta 1-ci sinif üçün əlifba kitabı da rəhmətli Novruzəli müəllim yazmışdı, çap da olunmuşdu. Bu 90-cı ildə olub təqribən. SSR-nin son illərində olub. Sonra nə oldu? Hamısını ləğv elədilər, hamısını bağladılar. Talış Mədəniyyət Mərkəzi yaradılmışdı. Hər bir Talış rayonunda, Talışların kompakt yaşadığı hər bir rayonda rayon Talış Mədəniyyət Mərkəzləri fəaliyyət göstərirdi. Bakıda da Respublika Talış Mədəniyyət Mərkəzi var idi. Hamısını ləğv elədilər. İndi Talış Mədəniyyət Respublika, Talış Mədəniyyət Mərkəzini saxlayıblar, yəni formal olan. Amma onu registrasiya eləmirlər. 90-cı ildə registrasiyası var, ştampı, peçatı var. Amma Heydər Əliyev gələndən sonra qərar verildi ki, təzədən, yəni ictimai təşkilatlar təzədən registrasiya olunmalıdır. Onu registrasiya eləmirlər. Qeydiyyata keçmək. O kağız üzərindədir. Yoxdur belə təşkilat. Və vəziyyət bu cürdür. Ona görə kim deyir ki, güya biz müharibədə qalib gələk və talışlara status verəcəklər, başqa xallar, elə söhbət yoxdur. Əksinə, pantürkizm daha da şiddətlə tüğyan eləyəcək. Çünki bu 30 illik pantürkizm təbliğatının nəticəsini gördülər ki, bu yerli xalqlar necə manqurtlaşıb. Əsasən talışlar. Çünki talışlar hədəfdir. Çünki talışların siyasi xallığı güclüdür və talışlar kompakt yaşayırlar bir yerdə. Kompakt olaraq, məsəl üçün 3 dənə rayon tamamı 95% talışlardan ibarətdir. Bu böyük kütlədir, böyük qüvvədir, böyük toplumdur. Ona görə onlar hədəfdə olub 30 ildə və çox böyük orada məhsuldar iş gedir, yəni pis mənada. Talışların ziyanına xeyli böyük iş gedir və gənc nəsil tamamilə manqurtlaşıb. Və bu cür siyasət aparılmağın nəticəsidir ki, talışlar bu gündədir və indi də gedirlər, yəni həlak olanların elan edilmiş 1200 nəfər həlak olanlardan təqribən 500 nəfəri talışdır. Yəni 40%-dən çox talışdır. Bu, həmin o propagandanın, 30 illik aparılan propagandanın nəticəsidir. İndi həmin siyasətdən siz deyirsiniz ki, bu dövlət əl çəkəcək. Əksinə, onu daha da qatır. Başa düşdüm sizi. Zahireddin müəllim, biraz sonra sizə bu barədə yenə müəyyən suallar var verəcəm.
Nicat qardaş, xahiş edirəm danışmazdan əvvəl mikrofonun düyməsini basarsınız. Bəlkə siz onu orada söndürmürsünüz ki, səs gəlsin. Aydın məsələdir ki, bu müharibədə Azərbaycan vətəndaşları olan talışlarla, ləzgillərlə, başqa avtoxton xalqlarla yanaşı tat qardaşlarımız da gedib şəhid olurlar. Allah bütün ölənləri rəhmət eləsin. Biz heç kimə deyə bilmərik ki, ölüyə rəhmət gəlib deyirlər. Qalanı Allahın əlindədir. Rəhmət eləyər onu, ya eləməz. Amma bizim borcumuzdur bir insan kimi bir-birimizə rəhmət diləyə gərək ölübsə, dünyadan köçübsə. Mən bir dənə sual vermək istəyirəm sizə. Xahiş edirəm buna dəqiq cavab verəsiniz. Bu Qarabağda ölmək, şəhid olmaq deyirlər də. Əgər belə yaxşı idisə, məncə nə talış, nə ləzgi, nə tat, bunların heç birinə bu şəhid olmağa növbə çatmazdı. Ona görə ki, ölkədə hakim zümrə olan Naxçıvan Yeraz klanı bütün bu şəhidlik məqamlarını özləri üçün götürəcəklər. Necə ki, Azərbaycanın 30 ildir necə əllərinə götürüblər. İndi də müharibə zamanıdır, ancaq talış, ləzgi, tat, ümumiyyət, avtoxton xalqları veriblər qabağa ki, qırılsınlar. Bununla da özlərinin məhkirli əməllərini yerinə yetirirlər. Mən yenə deyirəm, bəziləri deyir ki, biz azad edirik, gedin azad edin. Amma fakt görünən odur ki, qırılan bu insanlardır və bunların cavabını kim verəcək? Nəyə görə verəcək? Əgər siz fikirləşirsiniz ki, 5-6 dənə rayonu alırıq müharibə yolu ilə, onu elə müharibəsiz də verirdilər. Amma ki, indi bu Şuşa məsələsində əlbəttə ki, bunlar bu cür deyirlər, ya biz oranı almışıq, erməni tərəfi təksib edir. Bunun da nəticəsini görərik bu necə olur. Yenə deyirəm, biz regionda hər şeyi sülh yolu ilə həll eləməyin tərəfdarıyıq. Və bizə dəyən, bizi incidən, bizi narahat edən məsələ odur ki, bizim xalqımızın nümayəndələri qırılır. İstəyirəm ki, bu barədə söhbət eləyəsiniz ki, yəni bu şəhidlik elə yaxşı şeydir ki, Qarabağda ölmək. Nəyə görə məhz talışlar, tatlar, ləzgilər gedib ölür? Bunun cavabı var mı sizə açıqlaması? Əslində mən belə deyəcəyim. Ümumiyyətlə, icbari hərbi xidmətində icbari qaydada heç bir 18 yaşı var və o qismə parasını orduyla hərbi xidmətində. Məncə düzgün bir şey deyil. Daha çox yəni bu müqaviləli əsaslarda olmalıdır. Dünyanın bir çox ölkələrdə artıq buna doğru keçid gedir. Bu cürlə olması daha məntiqlidir. İstər yəni ki, tat olsun, istər talış olsun, istər ləzgi olsun, istər avar olsun, istər türk olsun, istər kürd olsun, fərq etməz. Yəni bu sırf könüllülük əsasında olmalıdır, müqaviləli əsasda olmalıdır. Çünki müqaviləli əsasda olduğunda ən azından müəyyən bir hərbi hazırlıq gedir, yəni daha ciddi səviyyədə hazırlıq gedir və peşəkar ordu qurulur. Bu birinci məsələ. Bu həm itkilərin azaldılması məsələsini çıxaracaq, həm də ki, artıq məsəl üçün hansı əgər bir tat, hansı bir talış belə deyək özü, yəni bunu hesab edəcəksə ki, gedib yəni gəlməli Qarabağda, yəni onun seçimi daha. Yəni gəlir ki, yəni burada problem olmalı. Amma biz bunu nəzərə almalıyıq ki, həlak olan istər bu son döyüşlər, istər bundan əvvəlki döyüşlər olsun. Həlak olan kifayə qədər yəni ki, xalqların nümayəndələri var ki, bunlar könüllü getmirlər. Onlara sadəcə olaraq hərbi komissarlığa zəng edirlər ki, sən gəlib xidmət etməlisən. Yəni, bu birinci bir məsələ. İkinci bir məsələ, yaxşılığının əvəzində istər yəni, xalq səviyyəsində, istər millətlər səviyyəsində, istərsə də fərdlər səviyyəsində əldə olunan təhsil. Uzağa getmirəm. Birinci məsələ burada bu çıxır ki, bu şəhid olan insanların ailə üzvləri və onların övladları və bunlar necə olacaqlar? Yəni, biz nəzərə almalıyıq ki, istər Talış regionu, istər Tatların Kampak şəhərində yaşayır, Abşeron yarımadasının çıxmaq şəhərində təbii ki. Hətta Abşeronun özünün kəndləri olsun. Orada sosial vəziyyət heç də yaxşı deyil. Şəhər başı şəhərində. Yəni, bu insanlar ailələri burada gəlir.
Çünki biz bundan əvvəlki kifayət qədər hadisələri görmüşük. İstər aprel döyüşləri olsun 2016, istər ondan sonraki dövrlərdə olan müəyyən lokal səviyyədə toqquşmalar olsun. Yaralanan və ya şəhid olan ailələrin hansı ağır sosial vəziyyətdə olduqlarını və zaman-zaman yəni ki, media orqanlarına və ya tanınmış şəxslərə müraciət edərək bizim bu problemimiz var, bunu işıqlandırır, bizim problemimiz var, yardım edin. Biz birinci bunu həll etməliydik ki, bu insanların ailələri pis vəziyyətdə qalmasın. Mən dünənlərə baxdan bu Unibank səhv etmirəmsə, şəhid ailələrinin biri idi. Biz onun təminatımıza götürürük. Özü səhv etmirəmsə, həmin şəxs Quba rayonundandır, ya Ləzgi olmalıdır, ya Hatay. Bunu dəqiqləşdirir. Səhv etmirəmsə, Ləzgi vəfat edib, onun ailəsinin təminatını götürür. Belə deyil, bu reklam xarakterində olmuş bir şey olacaq. Yəni bu sadəcə, yəni bunu hansı şirkət etməməli, bunu Unibank olsun və ya hansı bir restoran olsun, otel olsun və digərləri bunu etməməli, dövlət öyrənir. Onu Unibank göndərməyib, onun uşaqların atasına döyüşlərə, onu göndərən dövlət olur. Ona görə də yəni bu həll edilməlidir. Həmçində biz burada düşünməliyik ki, bizim millət olaraq bundan qazanacağımız məsələdir. Çünki məsələ bundan ibarətdir ki, siz bu mən dedikdə deyirlər ki, Azərbaycan hamımızın ölkəsidir. Yəni burada fərq etməz, alışdı, nəticəsində vardır. Yaxşı, bununla bir razılaşdıq. Amma nəticəsini görmürük. Orada döyüşür, məsələ çox uğur əldə olunur. Bunu Türk olaraq təqdim edir. Bunu Azərbaycan ordusu olaraq təqdim edir. O bir neçə gün bundan öncə bu bəlkə bu görmüşsünüz, bu ateşi açan bir oğlan var idi, belə qəhrəmancasına duruşunu paylaşır. Baxın, və mən orada bəzilərini gördüm ki, baxın, qəhrəman Türk oğludur. Bu Türk oğludur, o taxtdır milliyyətçi. Yəni, kimsə qəhrəmanca dayanırsa, bu avtomatik olaraq bu güclərə yazılır. Yəni, nə dəxli var yəni bu məsələdə? Siz bunları həll edin. Yəni, ən yaxşı nə varsa, bunu hamısını özü adınıza yazırsınız. Hələ indidən, hələ müharibə bitir, hələ döyüşdən davam edib, hələ bunun sonu bilinmir necə qalacaq, hansı nəticə qalacaq. Siz indidən bunu artıq bütün qələbəni, uğurlu əməliyyatları və s. laxıra, yəni müəyyən şücaət göstərən əsgərlər üçün ağına bozuna baxmadan, bir araşdırmadan, yəni vəziyyət o həddədir ki, insanlar bunu düşünmürlər ki, hətta bunu düşünməyə ehtiyacı belə görürlər ki, bu insan Türk olmaya da bilər, yəni necə yəni ki, Azərbaycanda qeyri-Türk var ki, belə bir ritorika var yəni ölkədə. Yəni ona görə də yəni biz bunlar haqqında tədqiq olmalıyıq. Qaldı ki, yəni Qarabağda ermənilərə nəsə status məsələsi və Arətin boyunun çox gözəl izah etdiyi bildirdi ki, yəni onlara status verilməsi, yəni insanlar oradan çıxıb gedirlər. Belə deyil. Qarabağ ermənilərinin bir hissəsi, mülki əhalinin bir hissəsi oranı tərk edib və s. Yəni hərbi əməliyyatda davam edib, Qarabağ ərazisi, Azərbaycan idarəçiliyinə gedir. Bu halda da inanmıram ki, ermənilər qalsın. Yəni görüntü xatirinə ola bilər ki, 105 nəfər saxlanılsın, o 105 nəfərə görə də durub hansısa ali idarəyyat olsun, ya hansısa adi bir idarəyyat olsun, beləsi deyil. Hər hansı bir söhbət öyle deyil. Ən azından İlham Əliyevin son çıxışları da bunu göstərir ki, hər hansı bir belə bir yoxdur. Sadəcə olaraq əhalinin təhlükəsizliyi və bir də əhali bundan sonra orada yaşaya bilər deyə, yəni sıravi bir fikirlər səhədir. Təbii ki, yəni ki, bu, əgər ki, deyək ki, orada hər hansı bir status verilmiş olsa belə, yenə deyiləm, burada belə bir sual çıxar olsun ki, yaxşı, 30 il ərzində, ayrıca bir şey deyil də, yəni hamını erməni elan etmişsiniz. Yəni iqtidar, belə ki, müxalifət üçün erməni istəyir və ya erməniləri işləyirsiniz. Milli fəallar öz hüquqları ilə bağlı danışanda deyirsiniz ki, onlar erməniləri işləyir. Müxalifətin və yaxud da ki, sıravi vətəndaşların iqtidara etirazı olduqda bunlardan hamısı. Yəni, mən başa düşməm, o ölkədə yəni belə çıxır, ya əhali türklərdir, ya ermənilərdir. Orada başqa bir nümayəndəsi yoxdur. Çox belə bir absurd vəziyyət yaranır. Bu vəziyyətin yaranmasını da, yəni ki, təbii ki, burada Türk milliyyətçilərinin böyük bir, belə deyək, dırnaq arasında xidmətləri olsa belə. Amma gəlin belə etiraf edin ki, bu vəziyyətin bu həddə gəlib çatmasının səbəbkar belə deyil. Bizim özümüzün nümayəndəsi olsunlar olur. Yaxşı, Qeyb özü milliyyəti partladan Quba rayonunun Rustov kəndindən.
Yəni Rustov kəndi belə deyək də, bugün necə deyim, Bakının hansısa müəyyən bu kəndləri var ki, artıq dili itiriblər. Hətta bir hissəsi artıq tap olduğunu belə bilmir yəni. Yəni ümumiyyətlə xəbərsizdir bundan hətta. Rustov kəndi belə bir kənd deyil, orada o dil danışılır da, o dildən istifadə olur. Amma Azərbaycan tarixini bu günə qoyan və bunu Türk milli üzərində iki nəfərdən biri Yasətin Qeybullayev. Bunun üçün Türklər mənim dediyim oldu. Və ya da keçən dəfə mən paylaşmışdım bu Facebookda ki, mən deyir, Talışam deyir, amma deyir, özümü Türk kimi hesab edirəm. Və ya da ki, mən Talış Türküyəm. Bunun üçün Türkiyədən bunu da deyir, Talış deyir. Həmçinin eyni qaydada ləzgilərdə də var, elə insanlar, eyni qaydada varların tərsində var. Bütün vəziyyətin fərqində olub səsini çıxartmayan insanlar. Yəni, mənim inboxuma da gələn kifayət əməkdir. Biz başa düşürük, anlayırıq, düz deyirsən və s. Amma bu dərəcədə sərt demək, bu dərəcədə ağır tonda demək, yəni olur. Yəni bu təkcə o demək deyil, kiminsə səsi çıxmırsa, yəni vəziyyətin fərqində deyil, vəziyyətin fərqində olan kifayət qədər insanlar. Amma kifayət qədər insanlar var ki, bu ateşin üzərinə, belə deyil, benzin tökməklə məşğuldur. Yəni ona görə sabahları belə deyil də, bu Talış xalqı əgər ki, və ya da Tat xalqı, Ləzgi xalqı, Avar xalqı durub hər hansısa bir mövqe qoymayacaqsa ortada. Ermənilərə hətta status verilmiş olsa belə, yəni ki, bu tərəfə heç bir şey verilməyəcək. Bu tərəfdən çıxmırsa, bu tərəfə xalq olaraq tələb etməyəcək, heç bir şey olmayacaq. Hamımız əriyib gedəcək, hamımız gedəcək, belə də hüc olur. Və salam. Yəni, hansı 30 illik siyasətə, yəni gedişatı elə buna doğru. Yəni, istənilən də elə bu. Bəli, Nicat qardaş, indi mən hesab elə hər ikinizə də bir sual ünvanlayacağım. Ünvanladığım suala çox diqqətli qulaq asın. Mən istəyirəm ki, əvvəl ona Zahirəddin müəllim cavab versin, sonra siz onu cavablandırarsınız inşallah. Demək, suallar çoxdur, sadəcə olmaq istəyirəm ki, qısa olsun, bir saat müddətində söhbətimizi qutaraq. İlham Əliyevin özünün vəziyyəti yaxşı deyil. Dinən niyə? Ona görə ki, İlham Əliyev bu saat Azərbaycanda bütün bizə çatan xəbərlərə görə, biz əvvəllər də bunu eşitdik, şayələrdə də görürük, hətta qeyri-şayələr də var, bizdə olan dəqiq məlumatlar da, bəzi məlumatlar var. Türkiyə artıq Azərbaycanda hər yerə sirayət edib. İstər hərbi onların əlindədir, istər başqa və onlar demək olar ki, İlham Əliyev bugünkü gündə onların diktəsi ilə hərəkət edir. Belə deyənlər var və məhz bugünkü gündə Şuşanın onların təbirincə desək, azad olunması münasibəti ilə onu həm Çavuşoğlu, həm Ərdoğanın təbrik eləməsi də elə bunu demək bariz nümunəsidir ki, burada bu oyunu quranlar bunlardır. Və əlbəttə ki, cəmiyyət, həm cəmiyyət özü, həm güc strukturları özlərinin Türkiyənin qarşısında artıq gücsüzlüyünü görüb hiddətlənirlər. Onları özlərindən sıxışdırmırlar. Bunlar bizim ölkəmizdir, bunlar gəlib bizə burada ala verir. Və bu vəziyyətdə var, bu halda var. Mən istərdim ki, bu barədə də qısa da olsa öz fikirlərinizi yəni növbə ilə bildirin. Buyurun Zahirəddin müəllim, əvvəl siz. Mən bayaqki əlavə olan kəlmə deyim. Bu Türkiyədən gəlir. İmran buyurur, mikrofonunuzu söndürsünüz, yaxşı olar. Nicat, mikrofonu söndürün zəhmət. Mikrofonu söndürün. Demək, bu Türkiyədən gəlir. Türkiyədə konstitusiyon qaydada yazılır ki, hamı Türkdür. Dardır. Halbuki orada da çoxlu xalqlar və millətlər yaşayır. Azərbaycanda da konstitusiyon qaydada deyil, amma de facto belədir. Hamı Türkdür. Hamı Türk hesab olunmalıdır. İndi bu müharibədən sonra bu məsələ tamam öz təsdiqini tapacaq. Heç bir xalqlara yer olmayacaq. Çünki indi bu sualın cavabı kimi
artıq İlham Əliyev ölkənin idarə etməsini tamamən verib Erdoğan'a. Artıq bu dəqiqə İlhamın heç bir səlahiyyəti yoxdur. O, yəni hadisələrə o nəzarət eləmir. Xüsusilə müharibənin gedişi tamamilə Türk hərbi adamların əlindədir. Ona görə bundan sonraki hadisələrdə də əgər bu müharibə qələbə ilə qurtarsa, İlham Əliyev güman ki, lap istifaya gedəcək və Türkiyə öz istədiyi adamı, elə bir adamı qoyacaq ki, tamamən ondan asılı olsun. Məsəl üçün, Əbülfəz Əliyev kimi ikinci bir adamı tapıb qoyacaq onun yerinə. Və Azərbaycandan öz yeni Osmanlı siyasəti var. Yeni Osmanlı siyasətini davam etdirmək üçün, onu digər dövlətlərə də müncər eləmək üçün Azərbaycandan bir plazdarm kimi istifadə edəcək. Həmən Azərbaycan xalqından da bir vasitə kimi istifadə edəcək. Özü də bu planın yəni Azərbaycan üçün 30 illik bir tarixi var. Çünki Azərbaycan müstəqil olandan sonra bu plan Azərbaycana müncər edildi. Hələ öyle birinci gündən deyildilər ki, bizim böyük Turan qurmaq planımız var və Azərbaycanda yaşayan xalqlar da bu işə qoşulmalıdırlar. Hətta bir Türk faşisti bu vaxtı Çalış Xalq Partiyasının bir məclisində onun çıxışı YouTube-da da var. O deyir ki, indi belədir, yəni taleyi belə oldu da, biz bir yerdə bir bina inşa edirik, bizə kərpiclər lazımdır, Talış xalqı da bu kərpic olmalıdır, kərpic rolunu oynamalıdır. Yəni, raboçi material olmalıdır. Hələ bunu 30 il bundan qabaq deyiblər. Türk faşisti adını çəkmirəm. Bunu deyib. İndi həmin faşist Talış xalqının adını çəkir, deyir ki, Talışlar da qəhrəmanlıqla vuruşurlar. Bunun da məqsədi var, nə üçün belə deyir? Talışları daha da qızışdırır ki, daha da qabağa getsinlər, qəhrəmanlıq göstərsinlər. Türkün yolunda, Türk imperiyasının qurulması yolunda Talış qurban getməlidir. Nəinki Talış və digər qeyri-Türk xalqları. Plan budur. Və bu hələ müharibə, hələ birinci Qarabağ müharibəsində də bu cür idi. Ancaq o vaxtı sosial şəbəkələr yox idi. Belə xəbərlər tez yayılmırdı. Ona görə hamı bundan xəbər tuta bilmirdi. Ancaq indi sosial şəbəkələrin vasitəsilə görünür ki, bu müharibədə əsasən yerli xalqlar qırılır. Hətta 1 milyon qaçqın ki var. İndi Bakıda və başqa rayonlarda yerləşirlər. Onlar əsasən iştirak eləmirlər bu müharibədə. Əsasən, yəni o demək deyir, 5-10 nəfər iştirak edir. Yəni mən desəm ki, heç iştirak eləmirlər, 1-2 nəfərin adını çəkərlər, deyirlər, bəs niyə yalan danışırsan? Amma ümumən götürəndə onlar iştirak eləmirlər. Çünki 1 milyon adamı götürsək əgər, orta hesabla 200 min ailə edir. Bu 200 min ailə 100 min gənci müharibəyə göndərə bilərdi. 100 minlik bir ordunu. Ancaq onlardan nə 100 min, 100 nəfər iştirak eləmir. Bu da dövlət tərəfindən aparılan bir siyasətdir. Əsasən, yəni özlərinin bu mürtəci planında Azərbaycanın yerli xalqlarını qurban verilir. Onlardan bir kişinin miyası kimi istifadə edilir. İlham Əliyevin də vəziyyətin yaxşı olmamasının səbəbi elə çox geniş danışmaq istəmirəm. Ümumiyyətlə bu tayfa içərisində danışıq gedir. Paşayevlərlə Əliyevlər arasında İlham Əliyev məcbur oldu, keçdi, Əliyevlərin tərəfində durdu və Paşayevlərin tərəfini buraxdı. Paşayevlərin məğlubiyyətini nəticələndi və son nəticədə bu Əliyevlər klanı həm də müxalifət birinci gündən öz taleyini bağlayıblar Türkiyə ilə. Bütün onların biznesi də Türkiyədədir və deyilənlərə görə həm dövlət tərəfindən, həm də qeyri-dövlət tərəfindən, yəni xüsusi adamlar tərəfindən, xüsusi biznes tərəfindən Türkiyə iqtisadiyyatına 48 milyar dollar vəsait yatırılır. Azərbaycan biznesmenləri, Azərbaycan biznesi ora investisiya qoyur. Yəni onların bütün taleyi Türkiyə ilə bağlıdır. İndi Türkiyə nə deyir, bunlar da onu deyəcək. Və bu səbəbdən belə Azərbaycanın
müxalifəti həmişə Türkiyədən maliyyələşir. Burada qeyri-hökumət təşkilatları da həmişə Türkiyənin qrantı ilə yəni fəaliyyət göstəriblər. Bu səbəbdən də Azərbaycanda bu dəqiqə ictimai şuur tamamilə Türkiyənin tərəfindədir. Azərbaycanın dövlət orqanlarında, dövlət vəsilələrində işləyənlərin hamısı Türkiyənin tərəfindədir. Azərbaycanın biznesmenləri də bayaq necə dedik, onlar da Türkiyənin tərəfindədir. Və deməklə bununla da Azərbaycan dövlətçiliyi tamamilə keçib Türkiyənin əlinə və İlham Əliyev məcburən indi Erdoğanın vassalına çıxır. Və üstənlər var, Erdoğan əgər işarə verən kimi Azərbaycanın müxalifəti, Azərbaycanın o müxalif deyilən, o demokratik deyilən blogerlər var. Onlar hamısı Türkiyənin siyasətini müdafiə edirlər. Onlar bir günün içində İlham Əliyevi devirib başqasını verir. Amma hələ ona çox qalır. Çünki İlham Əliyev onun üçün cızılmış o cızıqdan kənara çıxır. Və Erdoğanın dediyini sədaqətlə, canla, başla yerinə yetirir. Baxa görə sonrası. Çox sağ olun. Aydın məsələdir ki, bəli, siyasət budur da. Nicət qardaş, nə deyirsiniz? Bir millət, iki dövlətdən, bir millət, bir dövlətə sarı gedirik. Xahiş edirəm, mikrofonu yandırın. Bəli. Mən əvvəlcə danışmışdım. Müəyyən cəhdlər var, müəyyən cəhdlər. İndinin məsələsi 18-ci ildən başlayan bir məsələdir. Sadəcə olaraq Sovet hakimiyyətinin qurulduğundan biraz pauza verildi. 70 illik pauzadan sonra yenidən 90-80'lerin sonu yerinə açıldı. Azərbaycan bu məsələdə təqdim həm yəni ki, İrana qarşı, həm Rusiyaya qarşı, həm Mərkəzi Asiyaya qarşı, yəni və çox təəssüflər olsun ki, məsələdə eynən Zahirətin politik realarımız dedi ki, o başına o qismindəki dərsilərin avarlarında razılığı olsun. Buna da böyük dövlət. Bu olacaq mı, olmayacaq mı, bunu deyə bilmərəm, amma cəhdlər buna olacaq, ən azından bağlı olsun. Belə deyimlər, yarımda, işlikdə kifayət olacaq. Ancaq bu cəhdlərin oradan bitməyəcəyi məsələsi, o da bu cəhdlərin nə gələcək olsun. Təbii ki, burada yenə də bayağı dediyim kimi, yəni hər bir şey bizim özümüzdən belə deyə də, sabahları əgər Talış xalqı, Xaf xalqı, Ləzgi xalqı, Abbar xalqı bu təbliğatın qurbanına çevrilərək, yəni çoxluq bunu gedib müdafiə eləmiş olacaqsa, onda yəni ki, mənim, sizin və digərlərin deməsi hər hansı bir rolu olmayacaq. Buna ən son xalq qərar verir və xalq bunu düşünməlidir ki, bu onun heç də yaxşılığına doğru deyil. Yəni Azərbaycan Respublikası təkcə məxsus deyil. Yeri gəlsə, yəni Azərbaycanın mədəniyyətinin, Azərbaycanın tarixinin, ki, Azərbaycan Respublikasının tarihi, Azərbaycan Respublikasının hətta bu illərinin böyük bir hissəsi, Azərbaycan Respublikasının yerlədiyi ərazi, Azərbaycan ifadəsinin özlüyə, yəni ki, bu sirkçilərin aidəsidir. Yəni bu şəxsi malların mülkləri deyil. Türklər də Azərbaycan Respublikasında yaşayan digər xalqlar kimi xalqlardan birincisi deyil və çoxluğu deyil. Ona görə də əgər hər hansı bir qərar qəbul olunursa, bu ortaq şəkildə qərar qəbul olunmalıdır, əslinə qalsa. Və yəni biz belə deyək də sabahları, məsəl üçün deyək ki, qaxda gürüzlər desinlər ki, mən də qaxa ayırıram, hətta qaxa ayırmıram, bütünlüklə Azərbaycana aparıb Gürcüstana bitmişdir. Məntiqli səslənər mi bu? Əlbəttə ki, xeyr. Və hətta ki, hər hansı məsəl üçün Azərbaycanda yaşayan Almanlar desinlər ki, biz də Azərbaycanın bir bölümüyle götürüb dövlət olaraq birləşdirdik Almanya'yı. Və hətta ki, Azərbaycanda yaşayan Ruslar desinlər ki, biz də Azərbaycanı götürüb Rusiyaya birləşdirdik. Məntiqlidir mi? Xeyr. Ona görə də, yəni, belə deyiləm, bu ortaq bir qərar olmalıdır. Amma yenə də deyirəm, bu məsələdə təbliğatın qurbanına çevrilməməyə çalışılmalıdır. Yəni, bu ilk növbədə burada, belə deyim, Azərbaycanda yaşayan digər qeyri-Türk xalqlar, yəni ki, düşünməlidir. Sıravi insanlar təkcə bu milli fəallar və digərlərinin düşünməsindən bitmir.
ən sıravi insanına qədər düşünməlidir yəni. Bu belə, amma Türkiyənin təbii ki cəhdləri olacaq. İlham Əliyev iqtidarı təbii ki, çünki gəlin belə düşünək də, İlham Əliyev sabahları iqtidardan gedəsi olsa, hara gedəcək? Yəni onun gedə biləcəyi bir yer var mı? Məncə yoxdur yəni belə bir yer. Yəni onun yeganə olaraq sığına biləcəyi yer təkdir. Qərb onu qəbul etməyəcək. Rusiya da qəbul etməyəcək, İran da qəbul etməyəcək. İlham Əliyev bu illər ərzində balanslaşdırılmış siyasət adı altında əslində şpaqalaşmış siyasət yürüyür. O siyasətin belə deyək, sonunda da belə, əslində də belə deyildə, ondan da Türkiyənin siyasətini maskalamaq istəyir. Yəni, hamısının deyəcəyi olacaq, Türkiyənin siyasəti, Türkiyədə sənə sahibəsindən. Ona görə İlham Əliyev iqtidarının hərisliyinin qurbanına çevrilir və belə deyək də, İlham Əliyev yəni sabahlar Türkiyə üçün gedə bilərsə, amma ölkəni cəhənnəmin qapılarına gətirib çıxartmış olacaq. Bunu düşünmək lazımdır. Ona görə də təbii ki, hər bir vətəndaş hazır olmalıdır, hər bir vətəndaş təlit haqdadır. Yəni, və bu nə qərar veriləcəksə də orta qərar veriləcək. Bu, heç kəsin şəxsi mülkü deyil ki, ürək istədiyi kimi də ondan istifadə edilir. Bu qədər. Sağ olun. Zaynəddin müəllim, bu müharibə ərəfəsində bilirsiniz də bizim zonada, Raqsda, Masalıda, Lənkəranda demək ciddi karantin elan elədilər. Və indi artıq biz belə başa düşdük ki, və bu göstərdi ki, bu ciddi karantin ondan ötürüdür ki, bəlkə də insanları ki, bu cəbhəyə, yəni mən dünən xəbər aldım, dünən gün çoxlu adamlar yenə aparıblar cəbhə bölgəsinə. Ona görə ki, öyrəndiyimə görə bu Şuşaya yaxın bir dərə var, ermənilər onların adını, o dərənin adını Cəhənnəm dərəsi qoyublar. Və mən bütün bu sosial şəbəkələrdə artıq açıq demək mənbələr var da, hamımız onu oxuyuruq. Onlar yazırlar ki, bəziləri yazır ki, nə qədər doğrudur, yalandır ki, 1000-dən çox orada insanlar, ölü insanlar var, hansı ki öldürülüb, onlar hücum ediblər Şuşaya. Oradan demək, yuxarıdan onları vururlar da. Əlbəttə ki, bu böyük dərddir. Və bunların yerini vermək üçün əlbəttə ki, yeni insanlar, canlı insanlar, hazırlıqsız insanları aparırlar. Bu da bir bəladır. Əlbəttə bu insanları bizim zonadan aparırlar və bunu biz keçən verilişlərimizdə söhbətləri 100 TV Türkiyənin dedi ki, nəyə görə lerikdən aparırlar, ona görə ki, dağlıq zonasıdır, adaptasiya üçün. Onlar orada tez adaptasiya olunurlar, yəni relyef onlara tanışdır belə və bu kimi səbəbləri və bütün biz aldığımız yenə də məsələlərdə, yenə də bu mənbələrdən dostlar və ya başqa mənbələrdə yazırlar ki, qabaqda ancaq talışlar gedir. Və bu cür bizim millətin genofondun məhv olur, yenə deyirəm, yəni bu cür bu karantin ki, bunlar elan elədilər, mən elə başa düşürəm ki, bunlar bu karantini ona görə elan edilir ki, ən əvvəl bu koronavirus bir bəhanə idi ki, insanlar yayınmasınlar və heç kim ölmək istəmirdi öz aramızda. Əlbəttə, könüllü gedənlər də var, özü gedənlər də var, bunu dəstəkləyənlər də var. İnsanlar, elə bileyim, çoxlu insanlar yaşamaq istəyir. Buna görə mənim ən yaxın adamlarım, mən dünən gündüzü, səhəri göz yaşlarımla açmışam. Mənim ən azından 4 dənə ən yaxın adamım, tanıdığım yaxın adamlarım şəhid olurlar, meyidləri gəlib, neçə nəfəri də səs yoxdur, soraq yoxdur onlardan. Eşitdiyimə görə cəbhə bölgəsinə yaxın soyuducular hazırlayırlar və insanların meyidlərini ora yığırlar və o meyidləri ki yığırlar, onları tədricən insanlara verirlər. Hələ bu yığılan tərəfidir, görünən tərəfidir. Görünməyən nə qədər meyidlər çürüyüb, nə qədər meydanda qalıb, götürə bilməyiblər, dərəyə yıxılıb, bu da aydın məsələdir. Bu da müharibədir ki, yəni bunlar var bu cür və bunun bu cür olması biz yəni bizdən asılı deyil, amma insanlar şəhid olublar, ölüblər. Allah hamısını rəhmət eləsin. Bu cür, yəni Zahireddin müəllim, bunların
müharibədə əvvəl bu karantin elənilməsi bizə elə gəlmir ki, sizə elə gəlmir ki, bunlar planlı sürətlə artıq bunun qabağını almaq üçün Talış millətinin əsas o övladlarını, cəngavərlərini Qarabağa aparıb qırdırmaq planlarını, yəni bu cür məkirli planlardan irəli gəlirdi. Buyurun. Buyurun, siz düyməni yandırın, xahiş edirəm, bəlkə sizdən səs gəlmir. Buyurun. Bu koronavirüs məsələsini İlham Əliyev deyir ki, həmişə istifadə. O, keçən ildən təqribən keçən dekabr başladı. Azərbaycanda isə fevralın axırlarından başladı karantin tətbiq edilməsi. Bundan həmişə istifadə edilir. Cəmaatı ümumiyyətlə bayrağa çıxmağa qoymurlar, güya yayılacaq filan. Bunlar hamısı yəni əhəmiyyəti olmayan tədbirlərdir. Ya o adam evdə otursa, o yəni yoluxmayacaq. Tam otursun evdə, yoluxma olmayacaq. Bu cəmaat axır qırağa çıxmalıdır və çıxırdılar da. Yəni o SMS-lə çıxırdılar, görə getsin də. Və o adam ki evdən çıxdı, getdi, əgər havada Covid varsa, yəni o virüs varsa, yoluxdu, gəldi evə, evdəkiləri yoluxduracaqdı. Bunun nə mənası? Və yaxud da ki, deyək ki, Lənkəranda virüs var. Lənkəranı bağladın, heç yana buraxmırsan, çünki başqası gəlib burada yoluxa bilər. Bu tamamilə bunu izolyasiya eləmə mümkün deyil. Buradan çıxıb gedən olur da. Təsadüfən gəlib düşüb bura, indi gedir, məsələn, Bakılı idi, buradadır. İndi Bakı evinə getməlidir də. Və gedir, onu buraxırlar. O eləmək olmaz ya, burada qalsın 2 ay, 3 ay, 5 ay. Əgər o yoluxubsa, gizli olaraq onun bədənində o virüs varsa, aparacaq onu Bakıya da. O Bakıya ki getdi, ondan sonra Bakıda bir nəfər elə hamını yoluxdura bilir də. Ona görə bu cür məhdudlaşdırıcı tədbirlərin heç bir əhəmiyyəti yoxdur. Əksinə, bu rüşvətxorluq üçün çox böyük bir imkan yaradır. Və o keçən dəfəki o yazda ki, o birinci karantini elan elədilər, məlum oldu da. Orada əvvəlcə deyirlər, Bakıdan çıxmaq üçün 25, ondan sonra 40 manat, 50 manat, 60 manat verirdilər, çıxıb gedirlər başqa regionlara, çıxıb gedirlər. Yəni, rüşvətxorluğun tüğyan etdiyi bir ölkədə bu cür məhdudlaşdırıcı tədbirlərin görülməsinin heç bir əhəmiyyəti yoxdur. Xalqa ziyandan başqa və o rüşvətxor məmurlara xeyirdən başqa heç bir təsiri yoxdur. Və bu dəfə də elədir. İndi burada Talış regionunda bunu tətbiq etmək, hələ birinci karantində də bunu birinci olaraq Lənkərana tətbiq elədilər. Nədənsə, güya İrandan gəlib, Lənkərana yol oxuyur. İndi də güman var ki, yəni Talışdan yenə səfərbərliyə alırlar cəmaatı. Bəli, güman var. İhtimal oluna bilər ki, Talış cavanları buradan çıxıb qaçmasın. Qaçıb başqa yerlərdə, Bakıda, Sumqayıt, Azara, hansı ki qohumları var, ora gedib gizlənməsinlər. Ola bilər. Bunun da, bu ehtimal da güclüdür. Var. Sağ olun Zahirə deməli. Nicat qardaş, vəziyyət bu cürdür. Yəni sizdə, sizin regionunuzda və sizin ünsiyyətdə olduğun insanlarda o yaşayan əhali, yəni tatlar olsun və yaxud özünü tat saymayan başqa Azərbaycan segmenti olsun, hər halda əlaqəmiz var, salam əleykümüz var, onlar bizə əziz insanlardır, kimliyini asılmır, biz ona görə ki, bir yerdə yaşayıb böyümüşük. Sizdə bu barədə vəziyyət necədir? Xahiş edirəm, düyməni basın. Basmışam. Təbii ki, yəni vəziyyət yaxşı deyil, ümumi şəkildə desək. Məsələ ondan ibarətdir ki, bu müharibədən öncəki ölkədə müzakirə olunan əsas məsələlərdən biri bu Covid-lə bağlı gətirdiyi sosial-iqtisadi problemlər məsələsi. Müharibə mövzusu ortaya girdi, müəyyən bir müddətliyinə bu sosial-iqtisadi məsələlər unuduldu və yaxud üzərindən sözünə keçirildi, müəyyən cəmiyyət tərəfindən
bir güzəşt belə deyək, tətbiq edildi hökumətə qarşı. Belə bir ictimai razılıq oldu. Bu düzgün idi, düzgün deyildi, müzakirə etdi. Ancaq ki, belə deyək də, görünən bu ki, müharibə mövzusu başa çatdıqdan sonra bu problemlər yenidən ortalığa çıxmağa başlayacaq. Həmçində biz bu məsələləri deyə bilərik ki, müharibə dövründə çox məni təəccübləndirdi. Bəlkə sosial şəbəkələrdə və digər yerlərdə də görürüz. Hələ məsələn, Türk, Talış, Əziyat, yəni biz xalqlar hamımız qardaşıq. Ondan sonra Binə qəsəbəsində bu Talış dilində şüarlar yazılır. Yerdə onun şəkillərini paylaşıraq, müharibədə dəstəklər və sairələr paylaşıldı. Məsələn, ondan ibarətdir ki, pantürkizmlə yanaşı bir paralel şəkildə bir xəfif olaraq da olsa, milli məsələlər bir bağlı bilin ki, yerindən elə bir oynadıldı yəni bu müddətdə. Düzdür, bunu Azərbaycan iqtidarı məhz pantürkizmə dəstək etmiş olsa da, bu müharibə mövzusu bağlandıqdan sonra mən gelib insanlara deyəsən ki, çalışdığında şüarları göstərirsin. Müəyyən narazılıqlar və həmçində yaxşı bilsən, müharibə dövründə hamımız qardaşlarımız bundan sonra bir dövrdə davam edir. Biz baxsaq ki, pandemiyanın ikinci dalğasına əlaqədar hansı rayonlarda müəyyən qadağalar tətbiq olunub, müəyyən məhdudiyyətlər tətbiq olunub. Əsas Talış regionu gəlir burada. Ondan sonraki isə bu digər rayonlar ki var. Onların böyük əksəriyyəti məhz Azərbaycanda yaşayan qeyri-Türk xalqlarının yaşadığı rayonlar. Təbii ki, burada həmin rayonlarda da nəzərə almaq lazım. Sosial-iqtisadi vəziyyət konusunda tam deyil. Digər bir məsələ də burada var. Həmçinin də milli məsələlərlə bağlı problemlər var. Və ona görə də ola bilsin ki, belə bir qadağalar tətbiq olunur. Həmçinin də nəzərə almaq lazımdır. Talış regionunda bu əsgərlərin bir çoxu, hərbi xidmətdə olanların, şəkil olanların bir çoxu talışlardır. Bu müəyyən etirazlara səbəb ola bilər və bu etirazlar, belə deyək də, milli etiraza da gətirib çıxara bilər. Milli hərəkatın yerlərdə formalar gətirib çıxara bilər. Çünki biz nəzərə almalıyıq ki, məsələn, Sovet İttifaqının son illərində, 80-ci illərin sonunda, Yerevanda keçirilən aksiyalar başlamışdı ekoloji səbəblərdən. Yəni, heç bir əslində başlanğıcında siyasi bir məsələ yoxdur. Bakıda meydan hərəkatı başlayanda bu Topxana meşəsindəki 6 dənə ağaca görə başlamışdı. Sonra tamamilə başqa bir məcra idi. Yəni, buna görə də başa düşüləndir ki, bu qadağalar nəyə görə qoyulub və bütün bunların tətbiq olunması onu da göstərir ki, vəziyyət o qədər də yaxşı deyil. Şəxsən mənim ülkədə olduğum insanların bir çoxu da bunu hiss edir. Hətta ülkədə olmağıma ehtiyac yoxdur. Ən azından sosial şəbəkələrdən biz müşahidə etsək, bunu görə bilərik. Məsələn, yayda bu gənclərin əsasən toplaşdığı bəzi qruplarda müzakirələr gedir ki, məsələn, polisə səslənir, digərlərinə toplu şəkildə müraciət edək ki, konsulluq şöbələrini açsınlar, biz viza alıb gedək. Məsələn, işlə bağlı, təhsillə bağlı və s. var. Kifayət qədər məsəl üçün tanıdığım, yəni virtual şəkildə tanıdığım və yaxud ki, izlədiyim insanlar var ki, indi hal-hazırda sadəcə olaraq Türkiyə dövlət sərhədləri açıldı. Məsəl üçün, Türkiyəyə getdilər, məsəl üçün, bu insanlar. Yəni, bir növ özlərini bu mühitdən çıxartmaq üçün. Təhsil yolu ilə, iş yolu ilə və digər yəni, bu onu göstərir ki, insanlar bu vəziyyətin yaxşı olmadığını fərqindədirlər. Sadəcə olaraq səsləndirmək o qədər də asan deyil. Ən azından sosial şəbəkələrdə bir şey diqqət edə bilər. Sırf apolitik məsəl üçün, müəyyən qruplar var ki, nə bilir, dizayn ilə bağlı var, marketing ilə bağlı, digərlərlə bağlı. Hər hansısa bir sualı verdikdə, hər hansısa bir paylaşımı, hansı ki, Qarabağ mövzusuna aid deyil, amma bu insanın bu informasiya ehtiyacı var. Əvvəldə belə bir şey yazır, mən istəyirəm ki, gündəmdən kənara çıxıram, amma belə bir sualını əlavə. Yəni, insanlar qorxurlar öz fikirlərini ki, bizdən bu üstülə tərəfindən qəbul olunur, bizdən ona uzaqlaşır, şığıyallar. Sən gündəm Qarabağlı olan niyə görə məsələn kitabla maraqlanırsın?
Yəni, vəziyyət bu həddədir, hal-hazırda. Və belə deyək də, kifayət qədər mən hallarda da buna rast gəlmişəm, yəni şəxsən öz təcrübəmdir. Məsələn, mənə inboxsa yazmışdılar ki, sən niyə görə Azərbaycan bayrağını qoymursan profildə? Okey də, yəni mən məsəl üçün bəlkə qoymazsın, bəlkə qoymuşam, çıxartmışam, bəlkə bu hansı bir başqa bir məsələdir. Yəni insanlar fərqli mövqedə ola bilər. Kifayət qədər məsəl üçün mən qruplarda bunu görmüşdüm ki, belə bir toplu müraciət edilər qrup üzvlərinə ki, baxın, məsəl üçün ABŞ-da və ya da Rusiyada hardasa yaşayan keçmiş Azərbaycan vətəndaşıdır və ya da sadəcə olaraq bu adamın valideynləri Azərbaycan vətəndaşıdır. Bu hal-hazırda insanın kariyerası, həyatı, Amerikada, Almanyada, Fransada, Rusiyada. Baxın, bu adam paylaşmır Azərbaycanla bağlı, Qarabağ məsələsindən bağlı. Gəlin biz onun belə deyək, profilinə oturaq, kütləvi şəkildə hücum edək, yazaq ona ki, bu haqda yazın. Yəni sizin nəyinizə lazımdır bu? Yəni insanlar hətta ölkədən kənarda belə rahatlıq tapa bilir. Və bu onu göstərir ki, ölkədə həm belə deyək, kütləvi bir psixoz halında. Buna belə deyək də, bir tərəfdən Stockholm sindromu var, bir də ki, Krüger effekti. Yəni iki sindrom paralel şəkildə gedir və bu heç də yaxşı deyil. Müəyyən dərəcədə bir euforiya da var, yəni bir təmkinlə oturub hadisələri izləmək də yoxdur, analiz etmək də yoxdur. Sadəcə olaraq emosiyalara dayanan, sadəcə olaraq emosiyalar üzərində qurulmuş bir şey və bu da heç də yaxşı şeylərə aparmır. Bu təkcə sosial zarfı cəhətdən və ya da deyək ki, ümumi atmosfer məsələsidir, toplu şəkildə yeni vəziyyət var. Hər bir sahə biz bunu müşahidə edəyik. Sağ olun. Zahirəddin müəllim, əlavəniz yoxdur. Zahirəddin müəllim, əlavə var sizdə? Yox. Əlavə mən bir şey yadınıza salmaq istəyirəm ki, o türkçülü ilə əlaqədar, qoy onu deyim, qutarıram. Əlavə olmağı deyirəm. O da mənə söz verdiniz. Sizin yadınızdadır, bu Makrona sarı Erdoğan ona müraciətən bir mesaj göndərdi. Dedi ki, Avropada olan müsəlmanlar hamısı türkdür, türklər də hamısı müsəlmandır. Bu, yəqin ki, siz buna fikir verdiniz, bəlkə də yadınızdadır. Əgər yadınızda deyirsə, siz yadınıza salın. Bu, o deməkdir ki, Erdoğanın iştahı çox böyükdür. Özü onun arxasında çox böyük qüvvələr durur. Ən azı Amerika Birləşmiş Ştatları, ən azı NATO onun arxasında durur. Ona görə Erdoğan bu cür çox arxayınlıqla çıxış eləyir və gəlib Azərbaycanı da demək olar ki, tamamən öz nəzarəti altına alıb və Azərbaycan əslində indi gələcəkdə Türkiyənin vassalı olacaq və Türkiyə Azərbaycan vasitəsilə öz planını həyata keçirəcək. Bu qədər. Sağ olun. Mən tamaşaçılar... Mənə elə gəlir, Erdoğanın arxasında və ya da hazırda ABŞ və ya da NATO-nun hal-hazırda əlindən bu son aylarda zəncir çeynədiyi dövlət tərəf Türkiyənin. Sadəcə olaraq onun arxasında məhz NATO üzvü olan İngiltərə, Böyük Britaniya var. Və o Böyük Britaniya ilə Amerikadır. Böyük Britaniya Amerikanın şöbəsidir. Ən azından Avropa ona görə bu biraz qarışıq məsələdir. Yəni artıq hətta bu NATO'nun özünün içində olan üzvlər olsun, Avropa İttifaqı üzvləri olsun, Böyük Britaniya olsun, ABŞ olsun, müəyyən fikir ayrılıqları artıq yaşanmağa başlayır. Amma mən onunla tamamilə razıyam ki, Erdoğanın iştahı çox-çoxdur. Sadəcə olaraq bir nüans var burada da. Bu indi hal-hazırda bizim yaşadığımız bu dövr ki var, bu bir dəfə yaşanıb artıq 100 il bundan öncə. Əvvəlcə Osmanlı ordusu gəlmişdi, sonra İngiltərə ordusu gəlmiş, amma sonunu gördükdə necə qutardı, yəni məsələn. Bəli, yəni ona görə də biz gözləyirik ki, region performasiya olacaq və bunun nəticələri inşallah nə olacaq, biz bunu yaxın gələcəkdə görəcəyik. Sadəcə olaraq mən sözümü artıq bitirmək üzrəyəm, demək istəyirəm ki, əziz tamaşaçılarımıza, məni şəxsən maraqlandıran bir tərəf var. Bu da Talış Xalq Hərəkatının
əldə etdiyi uğurları və nəticələridir və bu yolda bizim elədiyimiz əməli işlərdir. Biz bu yolda gedirik. Yəni bizim üçün maraqlı deyil, nə olacaq, necə olacaq və regionda hansı hadisələr necə demək inkişaf edəcək. Biz Rusiyada yaşayan talışlar çox belə öz işimizdə möhkəmik və bizim müttəfiqlərimiz də demək olar ki, lazımı qədərdir və çox ciddi dövlətlər və super güc dövlətlərdir. Bütün bunlarla yanaşı, mən yenə regionumuza, insanlara sülh və əmin-amanlıq arzulayıram və arzu edirəm ki, müharibə dayansın, balalarımız qırılmasın, kimliyinə asılı olmuyor. Bizim istədiyimiz budur. Ona görə ki, sabah 1 ildən sonra, 6 aydan sonra elə məsələlər ortaya çıxa bilər, elə problemlər ortaya çıxa bilər. İndi oturublar, biri nə bilim Amerikada, biri nə bilim oturub Avropada, hərəsi özünə bir televiziya açıb, nə bilim insanları çağırırlar, belə eləyək, filan eləyək. Onda görərik ki, onlar bu insanların ağır gündə onlara kömək edə bilərlərmi? Və indiki gündə hansı ki, o insanları onlar özlərindən rəhbər bilirlər, baş komandan bilirlər, nə bilim, ağa bilirlər, kim bilirlər, onlar gəlib onun problemlərinə onlar əncam çəkə bilərmi, ya çəkərmi? Bu cür. Və bütün bunlarla yanaşı, bugünkü söhbətimizi elə bilirəm ki, lazım olan sözləri dedik. Tanışlarımıza xatırlatmaq istəyirəm ki, bugün bizimlə, bizim Moskvada olan studiya ilə əlaqə yaradan, rabitədə olan bizim çox hörmətli ağsaqqalımız, Talış xalqın hüquqların müdafiə komitəsinin sədri Zahirəddin İbrahimi və TAD xalq hərəkatının faal üzvü, hal-hazırda Almaniyada mühacir həyatını sürən Nicat İmran idi. Çox sağ olun, sizlərə minnətdaram. Sağ olun.